kəsilmiş heyvanın bölünməsi, əlbəttə ki, yaxşı olar ki, qurbanlıq heyvan 3 hissəyə bölünmək müstəhəbdir, vacib deyil. Yəni, bir hissəsini kasıblara sədəqə olaraq paylanılsın, bir hissəsini kasıb yaxud varlı olmasına asılı olmayaraq yaxın qonşular, qohumlara vermək olar, bir hissəsini özü ailəsi üçün ayırsın. Yəni, hamısını ehtiyaclara paylamaq icazələri olsa da, yəni, ailə üzvlərin də ətdən yeməsinə, o ətdən yeməsi daha yaxşıdır. Çünki Peyğəmbərimiz s.ə.v Qurban bayramı günü həmin günün ilk qidası olaraq kəsdiyi qurban ətindən Peyğəmbərimiz s.ə.v yeyərdi ona görə. Yəni, qurban barəsində, yəni, budur. Oxunan dualara gələndə isə, insan özü kəsə bilirsə, özü kəsə bilər. Kəsə bilmirsə, qəssaba kəstirə bilər. Yəni, oxunan dualara da toxunacaq, yəni, və bir də bir neçə diqqət olunmalı məsələlərə də inşallah toxunacaq.